ABŞ Mərkəzi Komandanlığına növbəti ay ərzində 24 saat hazırlıq əmri verilib. Amerikalı rəsmilər də Abraham Lincoln təyyarə daşıyan gəmisinin yaxın şərqə göndərildiyini, gələn həftə bölgəyə çatacağını təsdiqləyirlər. Bu, İrana qarşı hərbi əməliyyat planının rəfə qaldırılmadığı deməkdir. Və son açıqlamalar fonunda belə fikir yaranır ki, Vaşinqton Tehranın edamlarla bağlı vədinə əməl etmədiyi üçün hücum ssenarini yenidən aktuallaşdırıb. Hərçənd bu söz güləşi prosesin görünən tərəfidir. Amerikanın İranda mövcud sistemin dəyişməsi hədəfində mümkün ssenarilər isə fərqli görünür. Bunu xüsusilə Trumpın İrana hərbi müdaxilə ssenarisini təxirə salma səbəblərində axtarmaq olar. Trumpın yolda olan köməyinin gəlməməsinin 3 mümkün səbəbi müzakirə edilir. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.